Bəli, Sədəf xanım deyir ki, öyrənməyin yaşı yoxdur. Vallahi. Sədəf deyir, bu sözüm Sədəf deyir, mən o yandırır. İstənilən yaşda öyrənə bilərsən. Elə danışır, elə bir 68 yaşı var. Niyə? Niyə? Deyir, öyrənməyin düzlükdə yaşı yoxdur da. Mən belə bir söz deyim. Bilməmək eyib deyil, öyrənməmək eyib. Hə, ay sağ ol, hə. Mən bugün asalar məsələləri sadalayıram. Üzr istəyirəm, o bir ifadə də var. Deyir, 40-ında öyrənən. Hə. Yəni gecikmisən də. Elə şeylər var ki, həyatda elə şeylər var ki, üzr istəyirəm. Mən o məsələlə razılaşmıram. Üzr istəyirəm. Bu fikrimi izah edeyim, ondan sonra seni çıxaram. Və təbii ki, sözdə də, fikrinizə də hörmətlə yanaşıram. Həyatda elə şeylər var ki, onun vaxtında, məqamında öyrənmək, bilmək, əldə eləmək lazımdır. Aydındırmı? Vaxtı var. Məsəl üçün, mən 40 yaşında geyim təhsil alım. Kimə lazımam? Məsələn deyirəm də, 40 yaşında gedim təhsil alım, 65-də də çıxacam təqaüdə. Düzdür İlqar müəllim? Məsələn də. İş orasındadır ki, mən instituta Sovet dövrdə daxil olmuşdum da. Mən instituta daxil olanda 17 yaşım var idi hətta və birinci kursa gələndə həqiqətən bir ağsaqqal gördüm orada. 46 ya 47 yaşı var idi. O da niyə görə? Tikinti İnşaat Mühəndisləri İnstitutudur və bəlli oldu ki, bu adam uzun müddətli tikintidə işləyir. Sadəcə olaraq ali təhsili olmadığına görə irəli gedə bilmir. Elə briqadirdir ki, briqadirdir. Mənim özüm Milli Konservatoriyada oxuyan vaxtı, bakalavrda salamlayıram buradan bütün qrup yoldaşlarımı. Mənim qrup yoldaşımın 58 yaşı var idi. Bizim hal-hazırda bizim kollecdə bir nəfər təhsil alır, onun 35 yaşı var. Mənim işlədiyim Asəf Zeynal adına musiqi kollecində. Bir nəfərlə, iki nəfərlə bizim özü istəyirəm. Bir nəfərlə, iki nəfər, onun olsun həyatında müəyyən problemlər olur, imkanı olmuyor. Amma qarşısına məqsəd qoyub ki, mütləq şəkildə gəlib təhsil alacam da. Biz hələ bizə bir şükür. Amma mən nə demək istəyirəm? Yəni mən dediyim odur ki, hər şey vaxtında, zamanında. Təbii ki, siz bir var ki, bax, mənim imkanım var, gedim 20 yaşım var, amma təhsil almıram. Yəni fərqində deyiləm. Bu artıq sən həyatı uza gedirsən. Daha optimal varianta keçirdək. Baxın, ilk rəkim, neçə il təhsil almışsan? Dərhava gözlər getdi. Hələ bizə min şükür. 7 il universiteti hesabla, ondan sonra da bir neçə il... Bəlkə də elə təhsil alır, bilmirəm. Mən 11 il orta məktəb oxumuşam. Bu normal. 4 il bakalavr. Oradan çıxır, 4 il. 2 il magistratur oxumuşam, 2 il aspirantur oxumuşam. 9 il. 11 də 9 il. Həyatın üçdə biri getdi. Başlasaydım, indi 50 neçədə bitirirdim. Ne kadar uzun sürüyor. Aslında biz okuduğumuz zaman ben Musiki Akademiyası'ndan mezunum. Yani indiki Musiki Akademiyası. Biz 5 4 ilde... illik bakalavr idi. Bizde 5 illik. Yok, 5 yılın içindeydi hamısı. Hamısı 5 ilin Hamısı 5 yılın içindeydi. içindeydi. 5-in içində. O bizim Bəli. dövrümüzdə. Bizim dövrümüzdə. Bizim dövrümüzdə. İndi Hə, 2 bizim yıl, 3 yıl dövrümüzdə. yazın uşaqları bu da bir... İndi biraz təhsil başqalaşıb, mən sizə bir söz deyim. Təhsil indi tamam başqa olur. Bizim dövrümüzdən danışıram ki, yəni o dövrdə təhsil almağın heç də yaşı yox idi. Amma Fəzali müəllimin sözündə həqiqət var. Çox müasir dövrdə İndiki bəli. dövr üçün indi artıq nə bilim deyirlər qərar çıxarılacaq. İndi hələ nəsə qadınlar 57 yaşında kişilər. Mən indi o gün yoldaşıma deyirəm ki, yox, mənə deyirlər nə qədər pensiya alırsan onu tutanaram. Yox, istəmirəm pensiya. İşləmək lazımdır. İşləmək, təbii ki, İdman nöqteyi nəzərdən, idmana tez başlamalısan ki, əla nəticə əldə edəsən. Ümumiyyətlə, oxumaq da vaxtında olmalıdır, evlənmək də vaxtında olmalıdır. Yəni, o gələcəkdə o dünyaya gətirəcək uşağın da, onun da müəyyən bir yaş dövrü, onun da vaxtı var. Təsəvvür elə, mənim qrup yoldaşlarım, sizə qurban, mənim qrup yoldaşlarım baxıram, mənim sinif yoldaşlarım nəvi oynadır, mənim oğlum hələ indi xaricdə oxuyur, 2-ci kursda. Siz maşallah... Mən yazıqına ağarım onda. Həqiqətən də sizi çox istəyirik, nəyə görə deyirəm. O vaxtı bütün o hərbi vətənpərvərlik proqramına aparanda mən demək olar ki, həmişə onu izləyirdim. O qədər gözəl analiz verirsiniz, o qədər gözəl təhlil verirsiniz. Mən nəyi demək istəyirəm bundan paralel? İndi özünüz hərbi sahəsini, o istiqaməti gözəl bilirsiniz. Yəni o güc strukturlarını falan. Təsəvvür edin, bilirsiniz ki, hərbidir, məsəl üçün polis 25 il təqaüdə çıxırsan. Aydın, məsələn deyirəm də. İndi sən ged 35 yaşında polisə gir. Yəqin orada kriteriyalar var. Təbii orada kriteriyalar var, aydın məsələ. Adıcana bax, elementar bir şey deyim. Bizim Mədəniyyət və İncəsənət Universitetində aktyorluq ixtisası üzrə qəbul olan tələbələrə yaş məhdudiyyəti var. O yaş məhdudiyyətindən keçdisə səni götürmürlər. Çünki
gənc aktyor kimi, O gənc şərtdir. bəli, aydındır bunlar. Və üstəgəl bəxt dedim o məsələyə də gəlirəm. Bir var ki, sən əlində imkanın ola, şəraitin ola, sadəcə olaraq sən səhlənkar olasan, fərqinə varmadan deyəsən, hər şey təhsildir də nə vaxt olaraq. Mütləq şəkildə vaxtında, zamanda almaq lazımdır. Özə beynin qəbul eləmə, Amma qavrama onun məsələsi də var. Yorulursan, Bəlkə də maraqlıdır. belirli yaşdan sonra qəbul eləyə bilmir. Universitetində yəqin ki, bəlkə də məni izləyir. Təzə mən 21 ya 22 yaşında müəllim kimi fəaliyyətə başlayanda deməli auditoriyaya daxil oldum. 40 nəfər, 45 nəfər deməli patokda tələbələr var. Ad familiyanı düydüm, bir cavan uşaqdır, qalxdı ayağa. Bir dənə ad familiyada düydüm, gördüm dediyiniz kimi bir ağsaqqal olar da nə bilim 40 neçə yaşı. Bu da qalxdı ayağa. Dedim ki, bəs qardaş, dedi, yox, biz atabalayıq. Dedim, nətər yana atabalasınız? Dedim, mən neçə ildir kəsilirəm, neçə ildir kəsilirəm. Sonra getdim, Soçidə yaşadım, gəldim, amma evlatda ailəm burada. Dedim, heç olmasa bu universitetə mən qəbul olmalıyam. İndi qəbul olurlar, oğlunla ikisi də bir qrupda oxuyur. Bu başqa şeydir, bu tamamilə başqa. Oğlu indi gəldi, belə. Bizim bu sahə ki var, bizim musiqi, ümumiyyətlə bu incə sənət sahəsi, istər aktyor olsun, istər xanəndə olsun, bu anadan doğulmalı olmalıdır, bunun canında olmalıdır. Mən belə başa düşürəm. Və təbii ki, təhsil lazımdır. O müəyyən bir nətər deyim, bir qəlbə salmaq üçün, müəyyən bir yola düşmək üçün. Amma mən sizə bir söz deyim ki, mənim elə öz ətrafımdan deyirəm, mənim atamın musiqi təhsili olmayıb. Heç bir yeri də bitirməyib, özdə adın təkcə adın yaza bilirdi də, Allah rəhmət eləsin. Yəni o adam bir muğamlar oxuyurdu ki, özdə adı ilə bilirdi ki, bu Çoban Bayatıdır. Mən bu gün oxuduğum Çoban Bayatı atamın oxuduğu Çoban Bayatıdır. O heç bir təsir olmayıb. Heç haranı bitirmir. Ata bu hansıdır? Bu da şikəstəyi farsdır. Bu mahurdur. Bu zabıl segahdır. Yəni o doğulmalıdır. Sənətkar doğulmalıdır. Bu günlərim get ucqar bir kəndlərin birinə 50 yaşında, bəzən görsən deyirik ki 50 yaşından sonra oxumaq çətin olur. 50 yaşında bir qocanın ya bir xanımın mən oxumaqlarını eşitmişəm ki, Çoxundan yaxşı oxuyurlar. Çoxundan yaxşı oxuyur. Onda buyurun. Yəni doğulmalıdır bunlar, anadan gəlmə olmalıdır.